Peyğəmbər nə qədər ki var, hər bir şey, hər bir kəs onun başındadır. O getsə dağılacaq. Hələ Həzrət Əli əleyhissalamı Peyğəmbər yerinə qoydu, yenə də alınmadı, yenə də dağıldı. Yəni Peyğəmbərimiz Allah buyurur ki, "Lav kunta fazzan ghalizal qalb lanfaddu min hawlik." Ayədir Quran-ı Kərimdə Allah Peyğəmbərə buyurur ki, "Ya Peyğəmbər, əgər sən daşürək olsaydın, əgər sən kobud xasiyyətli olsaydın, əgər sən sərt olsaydın, cəmaət sənin ətrafından dağılardı." Yəni Allah demək istəyir ki, Peyğəmbərin gözəl əxlaqı, şirin mənəvi cazibəsi insanları çəkib gətirib, baxan vurğun olub ona. Biz indi Peyğəmbərin tarixindən danışırıq. Onun, məsələn, Həzrəti Yusuf Peyğəmbərin filminə hamımız baxmışıq. Onun özünün gözəlliyi bir tərəfə, onun həyatının, əxlaqının, danışığının, rəftarının, hikmətinin gözəlliyi tamam başqa bir tərəfə. Ona aşiq olanlar nə qədər oldu? Həzrəti Yusufə necə insanlar aşiq oldular? Allah insanları dinə çəkib gətirmək istəyir, nə yaradır? Həvəs yaradır onlarda, sevgi yaradır onlarda. Nə cür? Sevimli insanlar göndərir onlara. O sevimli insanı görəndən sonra artıq insanda dinə əməl etmək, dinə gəlmək eşqi yaranır, həvəsi yaranır. Qoy gedim dinə, qoy gedim dinə əməl edeyim. Niyə axı? Çünki dinin Peyğəmbər kimi, Həzrəti Əli kimi, xanım Zəhra kimi, Allah dostları kimi şəxsiyyətləri var. Qoy gedim mən də onların yanında olum. Allah bax, insanları özünə tərəf çəkməkdən ötürü İnsanlarda sevgi yaradır. Bu əsas məsələdir. Bu bir dənə həyati və əqli qaydadır ki, insanları nəyəsə dəvət eləyirsənsə, mütləq onlarda sevgi yarad, həvəs yarad. Uşağın həvəsi olmasa, hansısa bir sənətə qoymusansa, mümkün deyil. Görürsən, bir müddətdən sonra ayrıldı gəldi. Aparırsan, qoyursan başqa sənətə, mümkün olmur, oradan da ayrılır gəlir. Həvəs yoxdur. Ata nə etməlidir? Valideyn nə etməlidir? Uşağa hansısa sənətdə sabit eləməkdən ötürü, saxlamaqdan ötürü həvəs yaratmalıdır. Həvəsin bir yolu da budur. Sevginin bir yolu budur. Ki, sən ona gözəl, məsələn, o getsə, gözəl bir sənətkarın yanında olsa, bəli, artıq onda dəyişiklik yaranacaq, həvəs yaranacaq. Kiməsə baxıb gəlmək qanunu var, bəyaq dedik. Sən bu sənətə necə oldu gəldin? Deyib, filan kəsə baxdım, gəldim. Necə oldu sən şair oldun? Necə oldu sən söz ustadı oldun? Deyib, filan kəsə baxdım, gəldim. Necə oldu ki, sən bu cür oldun? Filan kəsə baxdım, gəldim. Ona görə Allah buyurur ki, "Laqad kana fi Rasulillahi, laqad kana lakum fi Rasulillahi uswatun hasana." Sizin aranızda Peyğəmbər ən gözəl nümunədir. Allah elə sıradan bir insanı da seçə bilərdi. İnsanların xoşu gəldi, gəlmədi. Əsas odur ki, söz çatdırsın da insanlara. Gəldi, çatdırdı, dedi, çıxdı, getdi. Belə də eləyə bilərdi Allah. Amma elə eləyir ki, insanlarda qoy həvəs yaransın. Peyğəmbəri görüb aşiq olsunlar. Həzrəti Əlini görüb aşiq olsunlar. Allah dostlarını görüb aşiq olsunlar. Həqiqətən də onlar insanları cəzb eləməkdən ötürü, cəlb eləməkdən ötürü ən yaxşı, sevimli şəxsiyyətlərdir. Allah həvəsi, sevgini bir bucur yaradır. İnsanlar dinə gəlsin. Bir də maraq yaradır. Məqsədim bu mövzu haqqında danışmaq deyil. İnşallah bu mövzu haqqında dəfələrlə danışmışıq. İnşallah yenə də danışarıq. Amma hələlik bu qədər. Bunu bildik ki, Allah insanlarda həvəs yaratsın deyə dinə qarşı sevimli insanlar göndərir. Və bu çox vacib bir məqamdır. Bu hər bir sahədə belə olmalıdır, bizdə də bu cürdür, Allah da bu cür eləyib. İkinci, maraq yaratmalısan. Yaxşı, gəlsəm, əməl etsəm, xeyrim nə olacaq? Xeyrim nə olacaq? Həvəs yarandı, istək yarandı, kiməsə baxdı, gəldi. Amma indi gələndən sonra mənim xeyrim nə olacaq axı? Sən eləməyə deyirsən, namaz qıl, Quran oxu, onu elə, bunu elə, filan elə, şükür elə, həmd elə. Yaxşı, bunların xeyri nə olacaq mənə? Bəli, burada
maraq iki hissəyə bölünür. Bir var axirət maraqları, bir var dünya marağı. Bir var axirət mənfəəti, axirət xeyri, bir var dünya xeyri. Biz adətən, tarixən danışanda ancaq və ancaq dinə əməl etməyin axirət xeyirlərindən danışmışıq. Ki, əvvəldə dedim. Amma dünyəvi xeyirləri. Ona görə də bizim mövzumuz dinin insan həyatına təsiri və yaxud da başqa dillə desək, dinin dünyəvi faydaları, dinin dünyəvi mənfəətləri. Gedir biri İmam Hüseyin ziyarətinə. Mən İmam Hüseyin ağanı ziyarət eləsəm nə olacaq? Axirətdə inşallah qəbr evində ağa özü gələcək ziyarətə. Bəs burada bir şey olmayacaq. Adətən biz danışırıq ziyarətin özündən də, dindən də, hamısının mənfəətini, xeyrini, nəticəsini aparıb bağlayırıq axirətə. Ona görə də bir çoxları dinə gəlmirlər. Dinə gəlməməyin bir yolu da budur ya, bir səbəbi də budur ya. Bir çoxları ki, dinə gəlmirlər, çün bəhanə olaraq bunu gətirirlər ki, danışanlar, dini insanlara çatdıranlar nisyə danışırlar, nağd danışmırlar. Hələ o nisyə, nağd, onun da bir məsələsi var, onu da inşallah gəlib deyərik. Amma hələlik bu qədər ki, bəli, Allah bizə din göndərəndə, dini hökmlər göndərəndə, tapşırıqlar verəndə, onun dünyəvi mənfəətlərindən də danışıb. Belə deyil ki, din ancaq axirətə aid xeyirdən danışsın və yaxud da axirətə aid ziyandan danışsın. Bir çox ayələr bizə danışır nədən? Dünyəvi faydalarından. Baxın, dinə gəlmək üçün, gətirmək üçün adətən bu üslubdan da istifadə edirlər. İnsanın diqqətin ya məbdəə çəkirlər, ya məada çəkirlər. İnsan dinə rahat gəlsin, dinə əməl etsin deyə, ya ona məbdədən danışırlar, başlanğıcdan, ya da məaddan danışırlar, sondan danışırlar. Bəli, Quran da bu üslubdan istifadə edib. Düz üslubdur. Gətirir dinə. Dinə gətirməkdən ötürü nədən istifadə edir? Allahı başlayır onlara xatırlatmağa. Üzkuru ni'mətiyəlləti ən'amtu aleykum. Allah özü də buyurur ki, xatırlayın o nemətlərimi ki, mən sizə vermişəm. Nemətlərimi xatırlayın. Verdiyim nemətləri adam gərək arada otura, Allahın insana verdiyi nemətlər haqqında fikirləşə, düşünə və xatırlaya. Allah mənə görün nələr verib. Bəzən fikrimiz gedir o verilməyənlərin dalıcan, şükür yox, başlayır şikayətlənməyə. Allah buyurur, üzkuru ni'məti, nemətlərimi xatırla. O şeylər ki, sənə fakt vermişəm ha, onları bir xatırla. Sən elə oturursan, durursan, verilməyənlərdən danışırsan, verilməyənləri xatırlayırsan. Ay bu mənə verilmədi, ay bundan qaldım, o məhrumiyyətlərdən danışırsan. Amma nə qədər sən faydalanmısan, bundan danış, bunu haqda fikirləş.